Deməli, dərsimiz nədir? 9-10 siniflər üçün izah edirəm. Daha sadə dildə. Şagirdlər də başa düşsün deyə. Tam cəbri ifadələr. Deməli, birinci biləcəyimiz şey uşaqlar. Burada da var. Solda baxa-baxa gedəcək. Sağda isə mövzunu izah edəcəm. Aha. Deməli, uşaqlar, A vurulsun. X-in üstü N, üstə gələnsin C. A-ya deyəcək əmsal. X-ə deyəcəm əsas. N-ə deyəcəm üst, qüvvət, dərəcə. C-yə də deyəcəm şagirdlər sərbəst hədd. Misal üzərində deyim, üst, 2 üstü 4, üstə gəl 5. Əmsalı 3-dür. Əsası 2-dir. Üstü qüvvət dərəcəsi 4-dür. Sərbəst hədd 5-dir. Aydındır. Əsas nədir? Bildik mi? Əmsal nədir? Bildik mi? Üst nədir? Qüvvət nədir? Dərəcə nədir? Bunlar bildik. İndi uşaqlar, keçirik deyilən qaydaları bir-bir burada, həm burada, həm də burada izah edir. Görürsünüz nə yazır ki, əsasları bərabər olan, yəni eyni olan ifadələri vurduqda əsaslar olduğu kimi qalır, üstlər toplanır. A-nın üstü N vurulsun, A-nın üstü N bərabərdir, A-nın üstü N plus M-ə. Misal verəcəm. Siz də dəftərinizin ortasından tam cəbr ifadələr yazın. Baxın, 7-nin üstü 2 vurulsun 7-nin üstü 2. Deməli, əsasları eynidirsə 7-nin üstü 3, üstə gəlsin 2. Bərabər 7-nin üstü 5. Siz heç nə yazın, mən niyə də yazacağınız. Sonra yazmışıq ki, şagirdlər. Əsasları bərabər olan ifadələri böldükdə əsaslar olduğu kimi qalır, üstlər çıxılır. Yenə buna aid bir misal verəcəm. Burada da A-nın üstü N bölünsün M. A-nın üstü N vurulsun M. Aha. 7-nin üstü 6 bölünsün 7-nin üstü deyək ki 4. Bərabər 7-nin üstünə 6 çıx 4. Bərabərdir 7-nin kvadrat. Sonra digərinə. İndi uşaqlar, bəyanlar əsasları bərabər idi. İndi nə deyəcəm? Üstləri bərabər olan ifadələri vurduqda, üstlər olduğu kimi qalır, əsaslar vurulur. Yəni, düsturumuzla gəlin, misal verək. Misal üçün, 2-nin üstü 5, vur 3-ün üstü 5, üstlər bərabərsə, üstlər olduğu kimi qalır, 6-ın üstü 5. Sonra, üstləri bərabər olan ifadələri böldükdə, üstlər olduğu kimi qalır, əsaslar bölünür. Yəni, 6-ın üstü 7 bölünsün 3-ün üstü 7'ye. Deməli olacaq, 6 böl 3 üstü 7 bərabərdir 2'nin üstü 7'ye. Aha. İndi bu 4 qaydanı keçəndən sonra bir də sizə başqa bir şey demək istəyirəm. Onu siz orada yazın. Baxın, nə dedim birinci? Birinci dedik ki, A-nın üstü N plus M. Bir də tərsinə yazmağı öyrənək. Nə deməkdir şagirdlər? A-nın üstü nədir? N vur A-nın üstü M. Bir də buna uyğun. A-nın üstü M çıxılsın M-i necə yaza bilərəm? A-nın üstü xeyr, vur. Böllə yazmayacağım, mənfi M yazacaq. Çünki misallarda çox istifadə edəcək bunu belə. Eyni şeydir, elə bir N-in üstə mənfi M gələndə nə edir? Aydındır mı? Misal üçün nə tər edirəm? Bax, buna aiddən misal verəcəm. 3-ün üstü
2n deyək ki, üstəgəl 3. Bunu yuxarıdakına aid misal verim. Bunu sıx üçümünü verim. Buna aid də misal 2'nin üstü 2n üstəgəl 3. Bu necə olacaq? 2'nin üstü 2n vur 2'nin üstü 3. Bu necə olacaq? 3'ün üstü 2n vur 3'ün üstü -3. Aydındır? Hə, indi bunu dəftərinizdə qeyd eləsəniz yaxşı olar ki, bu 2 dənə. Bax bunu. Misallarda, uşaqların indi buna aid misallar var. Çətinlik çəklikdə suallar var. Mən bunu hər dəfə artıqlamasını çıxarıram, amma bu yenə də artıq. Buna baxın görüm, hələ bir dənə verildi. Birdən kimsə 2 dənə götürər. Dənə desəm. Bunlar da insanlıq halı. Bax, mən içini o götürdü. O birisini də siz götürdünüz da. Ha? O kimindir? Ay, sağ olun. Sizdən baxın. Aha. İndi uşaqlar, bax, sırf misal üzərində də bir neçə suallar işləyək ki, siz də evdə rahatlıqla həll edəyəsiniz. Buna aid misallar verək. Silin bunu. İndi baxın, bir neçə misal verəcəm ki, siz rahatlıqla test toplumumuzda, bizim özümüzün testimizdə 22-ci sual, belə bir sual verib. 36'nın üstü n. Sizdə uşaqlar, bunun üstü qüvvət şəklində bu hamısını keçim, sonra bu sualları verim. O bizləri də keçim, sonra bunların hamısını bir dənə nə yazaq? Misal yazaq. İzah edeyim, tutarım ondan sonra. Aha, gəlin baxaq. Sonra uşaqlar, bax burada yazmışam ki, n cüt olarsa, mənfinin üstü nədir? Təkdirsə, misal üçün, bax bunlara misallar vereyim. Aha, deyək ki, mənfi üçün kvadratı, müsbət 9. Mənfi 1'in üstü 70. Nəyə bərabər olacaq? Cüt dərəcədən olduğuna görə olacaq 1. Başa düşdüyüm yanlış. Amma deyək ki, mənfi 2'nin kubu olacaq. Bir də sizə bir şey deyim, mötərizəsiz olanda. Bax, məsələn, mənfi üçün kvadratı nə olacaq? Mənfi 9. Amma mənfi 2'nin uşaqlar istəyir mötərizəsiz olsun, istəyir mötərizəli olsun. Mənfi 8. Bunu həqiqətlərdə də bir dəfə demişdik. Aha. Həqiqətlərdə var kızım. Yalanlar. Aha. İndi baxın nə deyirəm. Vurğun mötərizə xaricinə çıxarılması. Vurğun mötərizə xaricinə çıxarılması nətər eləyək ki, siz başa düşəsiniz. Misal üçün, yazıb 2a-nın kvadratı çıxılsın 3a. Hər ikisinin tərkibində nə var? A. Üstü kiçik olan A var da. Nəyi çıxardacam burada? A-nı çıxarsam 2a çıxıb 3. Və yaxud başqa bir misal verəcəm. X-in üstü 4, Y-in kvadratı çıxılsın. X çıxılsın. Elə yazım ki, X-in üstü, hətta bunu da belə yazım. X-in üstü 4 yox. X-in kvadratı çıxılsın. Bunu yazıram. Y-in üstü 4. Y-in kvadratını çıxarsam, qalır x kvadratı, y kvadratı, burada müxtəsər məcusuru birazdan sonra da keçəcəm. Yenə də biri 2 çıxı y, x bölüs y. Aydındır? Bir də deyəcəm, vurğun mötərizənin içərisinə paylanılması.
Təzəm onu deməyə var, ehtiyac var. Yəni bunu tətbiq edib misallar verdim. Bax təzəm bir deyirəm. Görsən A2 üstə gəlsin B2. B2. Hər ikisinin tərkibində nə var burada? 2x var. X-i çıxarsam nə olacaq? A plus B. Buna deyilir vurğun mötərizə xaricinə çıxarılması. Bir də var, vurğun mötərizənin içərisində paylanılma qanunu. Birazdan sonra onu deyəcəm. O tərsli olacaq. İndi ikili bir dənə vurğun mötərizə A2 üstə gəlsin B2 çıxılsın AY çıxılsın B2. İndi hər ikisinin tərkibində nə var? B2. X-i çıxarsam A plus B. A plus B. Bax, çox uşaq çıxdı. Buna görə. Sonra əksinin tərkibində A plus B var. A plus B-ni mötərizə xaricinə çıxarsan, qalacaq 2 çıxılsın. Aydındır. İndi vurğun mötərizənin içərisində paylanılması. Bunu da izah eləmiş olduq. Onsuz bunları natural ədədlərdə də bir dəfə izah eləmişdik, yadınıza gəlirsə. İndi vurğun mötərizənin içərisində paylanılması. A 2x plus y. Baxın, siz bura gəlmişsiniz öyrənməyə. Mən ən asan şey olsa belə, siz onu məndən soruşun, mən izah edəcəm. Bilirəm, bax, bəzən deyirəm ki, niyə öyrənməmişsiniz, əsəbləşirəm, 9 ildir məktəbə getmişsiniz. Amma sonra, valla, o əsəbləşib deyirəm, yəni içimdən xəstəndən ola bilər, mən də insanam da, robotlar deyirəm. Amma siz onu mən deyim ki, bax, mən bunu bilmirəm. Mən bilə bilmirəm, baxın, sən nə fikirləşirsən? Sən dişin ağrıyır. Sən mənə deməsən ki, ay müəllim, mənim dişim ağrıyır. Mən nə bilim sənin dişin ağrıyır, hansı dişin ağrıyır. Bu da gəziyyətdə bu belə bir şey. Baxın, indi nədir? Vurğun mötərizənin içərisində buna da vurmalıyam, buna da vurmalıyam. Deməli, A2 üstə gəl, A2. İndi başqa o birisini şey edək. 2x plus y, A çıxılsın B. Deməli, ikisi həm A-ya vuracam, həm B-yə vuracam. Y2 həm A-ya vuracam, həm də B-yə vuracam. Deməli, olacaq A2 çıx B2 üstə gəl A2 çıx B2. Belə. Buna aid bir misal veririk uşaqlar. Mənfi 5-in kvadratı mötərizədə 25, mötərizəsi mənfi 25, mənfi 3 üstü 4, mənfi 81, mənfi 3 üstü 4, mötərizədə cütlərizədən 81. Ədədin üstü 0 nəyə bərabərdir şagirdlər? 1-ə. Məsəl üçün, mötərizədə mənfi 5 üstü 0 nədir mötərizədə? 1. Amma olsaydı mənfi 5-in üstü 0, nətər ki, mənfi 5-in kvadratında ancaq 5-ə aiddir. Burada da buna mənfi 1, məsələn, burada mənfi 25. Bunu da izah eləmiş oldum. Baxın uşaqlar, indi gələm bir həddiyə. Diqqətlə mənə qulaq asın. Bir həddiyə. Burada öyrənəcəksiniz. Sizə də yazacağım. Bax, siz də bir həddiyə yazın ortada. Yazırız. A. Ədədlər və dəyişənlər arasında vurma işarəsi olmalıdır. Birinci halda nədir? Ədədlər və dəyişənlər arasında vurma işarəsi. Dəyişənlərin üstü natural ədəd olmalıdır. Bir ədədin sonra dərəcəsini müəyyən etmək üçün ancaq dəyişənlərin üstü toplamaq lazımdır. Bütün həqiqi ədədlər bir həddidir. Hələ ona qalaq, indi başqa izah eləmək. Bir də bir hədlərimiz, inşallah, burada yazmışam neçə cür olur bir hədlər? 2 cür olur. Standart bir hədli və qeyri-standart bir hədli. Bunlarda misallar qoymuşam. Görürsünüz aşağıda. Standart bir hədliyə aid misal ver, qeyri-standart bir hədliyə aid misal ver. İndi, diqqətlə mənə qulaq asaq. Bax, 3-ün üstü 4, x-in üstü 6, y2-in kubu z. Vur y2-in kvadratı. Deməli, dəyişənlərin üstü nədir uşaqlar? Ədədlər və dəyişənlər arasında nə işarəsi var? Vurma. İndi bax, deyirəm ki, y2-in üstü mənfi 2 olsa, deyək ki, y2-in demirəm, z-in üstü mənfi 5.
Bir hədli olan natural ədəd olmalıdır. Yaxşı, çox şəx çaşacaq. 3-ün üstü mənfi 4. Bir hədlidirmi? Az. Bir hədlidir, yoxsa bir hədlidir? Bir hədlidir. Çünki ədədin üstündədir. Dəyişənin üstündə olmalıydı. Deməli uşaqlar, baxın, bu bir hədlimiz, diqqətlə mənə qulaq asın. Qeyri-standart bir hədlidir. Teacher, niyə qeyri-standartdır? İllikdən 2 dənədir. A sağ olun. İndi bunu standart 3-ün üstü 4, ikisinin üstü 6, ilkin kubunu ilkin kvadratda vuranda ilkin üstü 5. O belə yazım. Z. Oldu necə bir hədli? Standart bir hədli. Başa düşdük. Niyə bir qeyri-standart deyirik? Çünki anormaldır da. İllikdən 2 dənə olsa, x-dən 2 dənə olsa buna nə deyəcəyik? Qeyri-standart bir hədli. Aydın başa düşdü. İndi bir həddin dərəcəsi istəyir, qeyri-standart bir həddi istəyir, bir həddin dərəcəsini təyin edəndə. Ancaq dəyişənli ədədlərin istini yox. Bax, 4 ədəddir. Bunu yox. Dəyişənlərin istini toplamaq lazımdır. A, 6, 3, burada 1 var, yazılmır, burada 2. Deməli, 6 üstəgəl, 3 üstəgəl, 1 üstəgəl, 2 bərabərdir 12. Burada da indi baxaq, dəyişənlərin üstü 6, 5, 1. Deməli, 6 üstəgəl 5, üstəgəl 1, bərabər 12. Aydındır, bir həddin görünə qəşək başa saldım. Yadınızda qaldı. Bax, elə bil mən axırdan əvvələ doğru. Birinci qeyri-standart bir həddi yazdım. Sonra qeyri-standart bir həddin nə olduğunu izah elədim. Sonra standart bir həddi yazdım. Sonra, amma başdan əmrici dedi ki, ədədlər və dəyişənlər arasında vurma işarəsi olmalıdır. Siz başa düşəksiniz deyil, hə? Onun bir sətirlik tərifini sizə desəm, heç də başa düşməyəcək. Məktəb dərsindəki tərifimə sizə deyim, 9 ildir sizə deyilir. Başa düşürsən? Ay sağ ol. Bax, bir də uşaqlar, burada bir dənə qeydimiz var. Teacher, siz o qeydi bizə demədiniz. Bütün həqiqi ədədlər nədir şagirdlər? 5 nədir? 7. Başa düşdünüz? Deməli, bütün həqiqi ədədlər bir hərflidir. Başa düşdüyü bir hərflidir. Kimin sualı var? Buyursun. Yağmur, nə sualı var? İndi gəlirik uşaqlar. Çox hərfliyə. Nəyə? Bu yazmağı gözlüyüm yazasınız bir dənə, zəhmət olmasın. Gözlüyüm bir dənə yazın. Burada da bir hədlimizin dərəcəsi yazaq. Bir hədlinin dərəcəsi neçə oldu? 12. Aha, bir dənə onu yazın. Gedim qeyd edəcəm. Sən büyünən günün idi də. Ha? Allah sağlıqlı ömür versin. Birinci can sağlığı, sonra gözəl nəticələrindən inşallah həm müəllimini, həm birinci, sonra da ailəni, özünü sevindirərsən inşallah. Aha. Sizdə bilərəm. Bu deyəcək çox hərli. Çox hərli. Uşaqlar, birinci çox həllini bilmək üçün bilməlisiniz cəbri cəm nədir? Bir şeyin toplanılmasına və çıxırılmasına cəbri cəm deyilir. Bizə deyəcək ki, bir neçə bir həllinin cəbri cəmindən çox həlli deyilir. Baxın, misal üzərində yazacağım. Birinci.
Deyək 3-ün üstü 4, x-in üstü 6, y-in üstü 5, z üstə gəl 2-nin üstü 7, x-in üstü 5, y-in kubu, z-in kvadratı çıxırsın 5-in üstü 8, x-in üstü nə bilim, nə istəyirsiniz 6, y-in kubu, z-in kvadratı. İndi bax, ümumiyyətlə, bu ifadə bir həllidir, çox həllidirmi? Bəli, çox bir həllidir, cəmlidir. Əgər dəyişənlərin üstə bir də mənfi qoysam, deməli, bir həlli deyilsə, çox həlli də deyil. Bir həllərin cəmlinə nə deyirlər? Çox həlli deyil. Uşaqlar, bir çox həllinin dərəcəsini təyin etmək üçün, bax, bu bir həllimizin dərəcəsi neçədir? Dəyişənlərin üstünü toplayır. Bunun görək neçədir? Buna baxaq. Deməli, çox həllimizin dərəcəsi neçədir? Üstü böyük olan bir həllinin dərəcəsi gör. Daha gedib x-in üstü 6 yox, bax, dəyişənləri toplayır, dəyişənlərin üstü toplanır. Başa düşürsünüz? Bu da neçə oldu? Cavabımız oldu 12. Deməli, uşaqlar, birinci bu çox həllimiz nədir? Standart çox həllidir. İndi birazdan sonra qeyri-standart da yazacağım. Nə deyirəm, sonra özünüz qeyd edərsiniz. Sizə bir dənə şey deyirəm. Çox həlliyə bir həlli deyə bilərik. Çox həlliyə bir həlli deyə bilərik. Xeyr. Bir həlli, çox həllilərə bir həlli deyə bilərsiniz. Çünki bir həldən ibarət deyil, axı çox həllidir. Ona görə adı çox həllidir. Bir həllilər çox həlli olur, amma çox həllilər bir həlli deyil. Məsələn, bir həlli gördünsə, bu həm nədir? Çox həllidir. Amma çox həlli göstərib var da, bir də onların nəyinə? Cəbri cəmlə. Çox həlli deyil. İndi uşaqlar, bir dənə qeyri-standart da çox həllidir. Diqqətlə mənə qulaq asın. Əlavə burada bir dənə şey də izah edib. Baxın, 3x-in kubu y-in kvadratı üstə gəl. 2x kvadratı y üstə gəlirsin. 5x-in kubu y-in kvadratı çıxırsın 6x kvadratı y. Bu nədir? Qeyri-standart çox həlli. Keçə, niyə? Bax. 3x-in kubu y-in kvadratını 5x-in kubu y kvadratı nedir? Toplasam 8x kubu y kvadratı 2x kvadratı y ilə 6x kvadratı y-dən çıxsam 4x kvadratı y. Bunun dərəcəsi neçədir? 5. Bunun dərəcəsi neçədir? 3. Deməli, ümumiyyətlə yadınızda bir şey saxlayın. Bir həllidə problem yoxdur. Bir həllinin dərəcəsini tapmaq üçün istəyir standart olsun, istəyir qeyri-standart olsun. Dəyişənlərin üstünü toplamaq olar. Amma çox həllidə xeyr. Birinci sadələşdirəcəm, ondan sonra onun dərəcəsini təyin edəcəm. Burada da oldu cavabımız nə şagirdlər? Cavabımız oldu burada da dərəcəsini təyin edəcəksə 5. Ya da dərəcəsi 5. Nə tər istəyirsiniz qeyd edin. Aydındır. Əsas oydu ki, mənə standart çox həlli ilə qeyri-standart çox həllini biləsiniz. Bəli, yox. Bir həllidən heç vaxt toplamaq çıxma olmur. Bir həllidən heç vaxt toplamaq çıxma olmur. Olanda olur çox həlli. 2-dən bir həlli olanda olur çox həlli. Sonra bunları da izah eləmiş oldu. İndi bax, bu düsturlar izah edəcəm. Onlara dair hələsdə bir dənə misal. Evdə deməyəsizdir, deyəcəm. Yazanmadım, görənmədim. İndi qayda o ev tapşırıq misalından bir dənə misal həll edəcəm. Nə qədər tezləşdirsəz, o qədər xoşbəxt olarıq biz.
Yazdıq. Gözləyək. Qurtardıq. Aha. İndi uşaqlar. Bu 3 dənə düsturumuz var. Bunları da mən sizə bir dənə öyrədim. Ondan sonra digər misalları həll edəmək bizim əlimizdə heç nə olacaq. Aha. İndi gəlin. Bax. A-nın üstü mənfi E-nin uşaqlar. O deməkdir ki, 1 böl A-nın üstü nə? E. Gəlin buna misallar verək. 3-ün üstü mənfi 1. 1 böl 3-ün üstü 1. Bu da eləcək nə? Üstə 1. 3-ün üstü mənfi 2. Başqa bir misal. 1 böl 3-ün kvadratı. Bu da eləcək neçə? 9'da 1. 3'ün üstü mənfi 3. 27'de 1. Neyse 3'ün üstü mənfi 4. 1 böl 3'ün üstü 4. Adil kilsənin üstünlükləri. Verilən düsturların tərsini də təzdən yazdırır sizə. Bax. Deyirəm ki, 1 böl A-nın üstü E nəyə bərabərdir? A-nın üstü mənfi. Misal üzərində deyəcəm. 2'də 1 nəyə bərabərdir? 4'də 1. Mənfi 2. 8'də 1. 2'nin üstünə mənfi 3. Aydındır. Qeyd eləmək istəyirsiniz. Ya burada qeyd edeyim, ya evdə necə istəyirsiniz edin. Mən gözləyirəm sizi. Biraz tez-tez olaq. Hurry up, let us go. Aha. Sonra ikinci düsturumuzu bura tətbiq edək. B bölünsün A-nın üstü mənfi E. Buranı da silək. Aha. Deməli uşaqlar deyirik ki, A böl B-nin üstünə E, bu da həm A-ya aiddir, həm də B-yə aid. Misal üçün deyirəm. 2'də 3'ün üstü mənfi 4. Nə olacaq? 3'də 2'nin üstü 4.
81'dən nə? 16. İstəsəniz qeyd edin bunda, sonra keçəcəm misallara. Sileyim. Bir de uşaqlar, A-nın üstü N-də N. Bərabərdir. A-nın üstü N vur N. Buna da bir də misal vereyim. 9'un üstü 4. Ne yazacağım? 9 nədir? 3'ün üstü 2. Üstü 4. Bu da 3'ün üstü 2 vur 4. Bu da 3'ün üstü 8. Aha. Hələ müxtəsər ümə düsturuna keçmirəm. Adil tilçənin metodikası. Keçmirəm. Adil tilçənin nəyi? Metodikası. Gələn dərsə ancaq müxtəsər ümə düsturları. Belə olanda qarışdırmayasınız. Birinci bunu öyrənəsiniz. Sonra müxtəsər ümə düsturlarını eşək-eşək mən sizə bir də izah edəcəm. Sonra ona hatta misallar vereceğim. Rahat yazacağınız. İndi bunlara ait şagirdler. Bu çektiğim derse ait misallar həll eləməyə başlayacağım. Bunu bağlayırıq. Açırıq testimizi, tam cəbri ifadəmizi. Tam cəbri ifadələr. Haradasan, buradasan, buradasan. Aha. Çünki biz bunlardan yazaq ki, evdə də sadəcə sizə çətin gələcəklərini yazacağım uşaqlar. 9-cu misal. Neçənci misal? 9-cu misal. Deməli, A-nın üstü 8'i verib neçə? 9. A-nın üstü 16'nı soruşur. Biz də bilirik ki, A-nın üstü 16. A-nın üstü 8 üstü 2. Səviyyədə. Deməli, A-nın üstü 8 neçədir bizim? 9'un kvadratı olacaq 81. Cavabımız olacaq nə? 81. Sonra 17-ci sual. 17-ci sual. Sizə bilərəm bunu? Aha. Yazmırsınız. Zəhmət çəkərsiniz, baxarsınız. Like eləməyi, zingrovdan basmaq. Təbii ki, şək edirəm. Mənfi 3 kvadratı. Mənfi 9. Üstə gəl. Mənfi 9'un mənfi 5'in. Mənfi 5'in mötərizə kvadratı. Müsbət 25. Mənfi çünki bu. Mənfi 27 olacaq. Qabağında plus var. Yenə 27. Çıxılsın 8. Mənfi 9 da 25 gəlsə. Müsbət 16. 16'dan elədi. Müsbət 16. 16'dan 27 çıxanda. Mənfi 11. Mənfi 11'dən də 8 çıxanda. Mənfi 19. Cavabımız oldu. Mənfi 19. Bilirəm, evdə bir yazarsınız da. Sonra, məsəl üçün, yenə də bəzi zəif şagirdlərimiz var ki, aha, bunu bir çıxılsın, 0,4'də 6 gələk, baxaq burada nədir? 9'da 6, o da 3'ə ixtisar edir, üstə 2. Üstə 2'nin kvadratı. Vur. %144. Bunu bildikdə, bunu buradan silirəm. Bərabərdir. 1 çıxılsın. 9'da 4 vurulsun. %144. 4'dən 100 gedir. 9'dan 144 gedir. 16. Bərabərdir. 1 çıx. 25'də 16.
Deməli 1 25-də 25-dir. 25-də 25-dən 25-dən alsanda 25-dən 9. Ya cavab belə, ya da biz bilirik ki, adi kəsiri onluq kəsirə çevriləndə ona 100-ə 1000-ə gətirmək lazımdır. Nəyə vuracam bunu? 4-ə məxrəc vurulursa sürətlə vurulur. 100-də 36, bu da bərabərdir 0-da 36. Ya cavabımız bu, ya da eyni şeydir bu. Aha. Sonra bu tipdə bir misal yazdım. 22-ci suala aid bir misal. 36-nın üstü E. Birinci kəsin məxrəcinə baxacağım. 3-ün üstü 2-nin çıxılsın 3-ü. Bayaqların dediyim üstü təşkil edəcəm. 3-ün üstü 2 vurulsun nə? Aferin. 3 üstü mənfi 3 vur. 2-nin üstü 2 vurulsun nə? 2 üstü 2. 36 isə 4-ün üstü n vur, 9-un üstü n. Niyə elə yazdım uşaqlar? Çünki aşağıda 2-nin üstü 2n də 4-ün üstü n-dir. Bununla bir eyni şey deyil. 3-ün üstü 2n də 9-un üstü n-lə eyni deyil. Deməli, yuxarıda qaldı sürətlə 1. Aşağıda 1-in üstü mənfi 3, 1 bölü 27, 2-nin kvadratda 4. 1 bölünsün 27-də 4. 1-ə böləndə, axı dünya fırlanır. Niyə də fırlanmasın? Çarxı fələk fırlanır. Ya yazacağım 6-dan 4-də 3 və yaxud da 6-dan 100-də 75. Bunlar da özü çox öyrəşmişik, yazmışıq. Bu şəkildə yazılır. Aydındır? Buna da aid misal verdim. İndi gəlir 24. Bu tip misal qabağımıza çıxa bilər. Deməli, əsasları eyni olan ifadələri vurduqda əsaslar olduğu kimi qalır, üstlər toplanır. Elə birbaşa yazacağım. 5-in üstü 2A, üstə gələnə 2B, çıx. Deməli, bu xət var, ay kəsir xətti. Biz bilirik nə işarəsidir? Bölmə işarəsidir. Çıx, 2A, çıx 3B, bərabərdir 5-ə. 5-in üstü 2A, üstə gəl 2B, çıx 2A, üstə gəl 3B, bərabərdir 5-ə. 2A'lar getdi, 5-in üstü 5B, bərabərdir 5 üstü 1. 5B bərabərdir 1-ə, B də bərabərdir 5-də 1 və ya B bərabərdir 0,2, hansı sizə uyğundursa. Aydındırmı? Teacher bir dənə 26-cı sualı da yazsın, daha qəşəng olsun. 9-un üstü 5n plus 1'dir. 9 nə demək biraz öncə öyrəndik? 3'ün kvadratı. 3'ün üstü 2 vur. Evet, belə yazar. Elə də olar, belə də. 5n üstəgəl 1 bölünsün 27 3'ün kubudur. Bunu belə yazıram ki uşaqlar, eşitirsiniz? Niyə belə yazıram? Çünki ikisi də 3'ün üstündə olsun, eyni əsasdan olsun. Sonra onları hesablaya bilir. Yuxarı 2'ni vursam 3'ün üstü 10 n üstəgəl 2, aşağıda 3'ün üstü 9 n üstəgəl 3. Böləndə üstlər nə olur? 10 n üstəgəl 2 çıxılsın 9 n üstəgəl 3. Niyə mörtəzədə yazdım? Aha. 3'ün üstü 10 n üstəgəl 2 çıx 9 n çıx 3 bərabərdir. 10 n'dən 9 n çıxsa n plus yox minus. Minus 1. Cavabımız oldu bu. Aydındır? İndi gəlirik uşaqlar 28-ci suala. Bu tip misalların həllinə. Siz bunu bir dəfə burada öyrənsəniz, çox rahatlıqla evdə həll edə bilərsiniz. Aha. Birinci uşaqlar, 12'nin üstü 7'ni necə yazırlar? Sizə öyrədim. 12 mürəkkəb ədəddir. Biz 12'nin yaza bilərik sadə vurğularına ayırsam. 2 vur, 2 vur 3. Biz də bayaqları dedik ki, üstləri bərabərdir, bunu parçalayacağım. 2 üstü 7, o 7 olan hamısına aiddir. 2 üstü 7, 3 üstü 7. A. Ya da 12'nin üstü 7'ni belə yazıram. 4'ün üstü 7, vur 3'ün üstü 7'ye.
Niyə 4 üstü yazdım? 2-nin üstü 7 vur 6-ın üstü 7-də. Gəlin təzədən 6-nı da bir də parçalaydım. Ona görə 4-ün üstü 7-də nə demək uşaqlar təzədən? 2 üstü 7 vur 3 üstü 7. Bu da olacaq. 2-nin üstü 14 vur 3 üstü 7. Həqiqətən də burada baxın. 2-nin üstü 7, 2-nin üstü 7-yə vuranda 2 üstü yekunda eyni şey alınmış olur. Aha. Başka sıkıştırma var. Ha? Devam edelim. Ne söylesen şimdi başladı sıkıştırma. Aha. İndi. Deməli şagirdlər. Yuxarıda necə yazacağım mən dedim? 2-nin üstü 14 vur 3 üstü 7. İndi 9-un üstü necə yazacağım? 9-un üstü 3'ü 3'ün üstü 6 yazacağım. Baxın 9'un üstü 3'ü 3'ün kvadratı üstü 3 bu deyil 3'ün üstü 6. 3 üstü 6 vur 2 üstü 10. Böləndə 3 üstü 7'nin 3 üstü 6'ya böləndə bir dənə 3 qalır. Bir dənə 2 üstü 14'ü 2 üstü 10'a böləndə 2 üstü 4. Bu deyil 3 vurulsun 16. Bu deyil 48. Cavabımız oldu 48. Sonra 30. sualdan da bir dənə yazacağım. Da bundan sonra hansısa şagird deyə bilməz ki, mən nəyisə başa düşmədim. Deyə bilər, haqqı var. Aha, indi baxaq. Hətta onu yox, gəlin bu birisini, biraz bu şəklində ona nisbətən. Hansını yazacaq, bunu yazacaq. 35 yazacaq, 31. Deməli, mənfin üstü tək olanda nə olurdu? Zəhra, nə olurdu? Mənf olur. Mənfi 5'in üstü 5. Deməli, 125 nədir? 5'in kubu. 25, 5'in üstü 2 üstü 4. 625, 5'in üstü 4. Mənfi 5'in üstü 5 vur 5'in üstü 9. 5'in üstü 8 vur 5'in üstü 4. Mənfi 5'in üstü yuxarıda 14. Aşağıda da 5'in üstü 12. Böləndə üstlər nə olur? Mənfi 5'in 14'dən 12 çıxanda 2. Bu da mənfi 25. Uşaqlar bəzən çaşır eləmir. Cüzdür və yaxınızda elədir ki, mötərizəsiz mənfi 25, mötərizə ilə müsbət 25. Uşaqlar, bu da qaydamızla bağlıdır. B bölü A'nın üstü mənfi demişdik, nə olurdu? A bölü B'nin üstü N. İndi 3'də 2'nin üstü mənfi 1 nə olur? 2'də 3. P'nin üstü mənfi 3'ü mənfi 1'ə vursan, P'nin üstü 3. 2'nin aşağısında nə var? 1. Demək, 1 bölü 2. Mənfi 2'nin də mənfi 1'ə vursam K'nın üstü 2. Sonra 35. Deməli uşaqlar 9 vurulsun. 3'ün üstü mənfi 1 nə deməkdir? 3'də 1. X'in üstü 3. Üstə gəl. Mənfi 2. Vurulsun. İlkin üstü neçə? Mənfi 2 üstə gəl 3. Bərabərdir. 9'u 3'də 1'ə vuranda. 3. X'in üstü 1. İlkin üstü 1. Vəssalam. Düz mü yazdıq? Vəssalam. 3x'i. Bu qədər. Hansı bir həllə qüvvəti ən böyükdür filan.
Məsəl üçün, bir dənə də bunu elə belə yazaq. Hansı bir həllərin qüvvəti ən böyükdür? Birinci bir həllərin dərəcəsini təyin etmək üçün dəyişənlərin üstü toplanır. Bu eləyir 10, B eləyir 13, 13, bu da 15. Deməli, bunlar heç, bunları bildik. Bir dənə bundan yazacaq. 49. Uşaqların ən çox çətinlik çəkdiyi aşağı sinifləri, təzə azlığa gedən uşaqlar ən çox çətinlik çəkdiyi misal. Birinci, mənfi 1,5 şagirdlər. Birinci nə deməkdir? Onu yazacağım. 1,5 nə deməkdir ümumiyyətlə? 3/2 deməkdir. Sonra siz bilirsiniz ki, mənfinin üstü tək dərəcədə nə verir? Mənfi. Bu da mənfidir. Mənfiyi mənfiyə vursam, müsbət edəcək. Birinci onu yazdım. Ən başda misala baxdım. Gördüm 2 dənə mənfi ifadəni bir-birinə vuranda nə eləyir? Müsbət. İndi baxın. Deməli, 3-də 2-nin üstü, qəşəng bir dənə misal aldım. 5 vur. 3/2 A, B'nin kub üstü 3 bərabərdir. Deməli, 2-nin üstü 5, 3-ün üstü 5, vur, A-nın üstü 15, vur, 3-ün üstü 3, 2-nin üstü 3, A-nın üstü 3, B-nin üstü 9. 2-nin kubundan 2-nin üstü 5 geçsə, 2-nin üstü 2, 3-ün üstü 5 ilə 3-ün kubu geçsə, 3-ün üstü 2. A-nın üstü 18, B-nin üstü 9. Əmsalımız nədir? 9-da 4. Üst qüvvət dərəcə neçədir? Dəyişənlərin üstü toplayla 20'dir. Bunların hasilini soruşur. 3 dəfə 4, 12. Cavabımız oldu 12. Çətindir Mədinə. Uşaqlar, 55, 56, 56'ya baxacaq. Aşağıdakı ifadələrdən hansı çox hərlidir? Dedik, bir hərlərin cəlbi cəminə çox hərli deyilik. Bir hərlidir, bax məsələn, bu bir hərlidir, bir hərlidir, bir hərlidir, bir hərlidir. Cəmi nədir? Çox hərli. Bu da bir hərlidir, bu da bir hərlidir. Amma bu bir hərli deyil. Niyə? Deməli, bu əslində belə mədəni belə yazsaydı, 2-də 1, A-nın kvadratı, B-nin üstü mənfi 1 imiş, götüşüb şeyə, məxrəcə. Başa düşdünüz? Ona görə bir hərli. Deməli, bir hərli deyil. Bir hərlidirmi? Bəli. Bir hərlidirmi? Bir hərlidirmi? Bir hərli. Bəli. Amma bax, bu bir hərli deyil. Niyə? 2-də 1, B vurursun, A-nın üstü mənfi 1 imiş, düşüb aşağı. Aydındır? Aha. Bu da belə getdi. Sonra, bəx vurğun mötərizə səsinə vurulması. Bunları deməyəcəm, çünki bunlar nədir uşaqlar? Evdə yazmaq lazımdır. Bunlar getdir. Bir dənə desəm, bax bunu deyəcəm. 74. 74'ü də deyəcəm. Deyir ki, çoxhəllisinin dərəcəsini təyin edin. Bu, ona biraz uzunu var. Həm dərəcəsini, həm də sərbəsərdini deyil. Hə, qüvvəti ilə sərbəsərdini cəm. Uşaqlar, baxın. Bu ifadənin hamısı bir yerlikdə bir hədd kimidir. Amma bunun özü mötərizənin içərisində nədir? Çoxhəlli. Bu nədir? Çoxhəllinin çoxhəlliyə vurulmasıdır. Biz dedik ki, çoxhəllinin dərəcəsini təyin etmək üçün üstü böyük olan bir həddin dərəcəsi götürülür. 7x-in üstü 7-ni nəyə vuracaq? 12'yə. Burada da x-in üstü 2-ni nəyə vuracaq? 3'ə. Bu da olacaq. X-in üstü neçə? 84 üstəgəl 6, 90. Deməli, qüvvəti neçədir bunun? 90. Bəs sərbəsərdir nədir? Sərbəsərdirdir burada. Mənfi 1'in üstü 12. Vurulsun. Burada sərbəsər 2'nin kubu. Mənfi 1'in üstü 12, 1. 2'nin kubu da 8. 8. Deyir ki, 90 ilə 8'in cəmini tapır. 98. Aydındır. Bir dənə də bundan elə belə deyəcəm. M1 bir hərlinin dərəcəsi 19'dur. M2 bir hərlinin dərəcəsi 5'dir. Deməli, oldu bunlar nə? Çox hərli. Çox hərlinin dərəcəsini təyin etmək üçün üstü böyük olan bir hərlinin dərəcəsi götürülür. Cavabımız nə olacaq? 19. Bunlar.
Yəni bunlar da sadə hesablar. Çox gözəl. Hamıya uğurlar dərsimizin sonu.